Dostlar, hamıya salam, hər vaxtınız xeyir olsun. Mən Fuad, növbəti çıxışım ilə qarşınızdayam. Axır ki gəldi, axır ki bu milli fasilələr bitdi, milli oyunları bitdi və canımız qurtardı. Milli oyunlar nə qədər də maraqlı olsa da, nə qədər də bizi həyəcanlandırsa da, klublar qədər maraqlı deyil. Bunu hamımız çox gözəl bilirik. Və bizim doğma, sevimli Barselonamızın möhtəşəm bir həftəsi keçdi. Möhtəşəm bir həftə oldu, gözəl bir həftə oldu və bu həftə çətin olsa da biz bu sınaqdan, bu çətin sınaqdan üzü ağ çıxmağı bacardıq, amma hələ tam olaraq çıxmamışıq. Çünki bildiyiniz kimi La Liqanın bizə möhtəşəm sürprizləri oldu bu son həftə ərzində. Möhtəşəm qrafik tərtib elədilər bizə. Bir daha buradan Tebasa təşəkkür edirik gözəl dəstəyinə görə. Bildiyiniz kimi dostlar, milli fasilələrdən sonra Barselonanın La Liqanın 28-ci turu çərçivəsində, 28 də deyildi deyəsən, təxirə salınmış oyunu. Üzr istəyirəm, 28 deyildi bu. Osasuna ilə qarşı oyunumuz var idi və sağ olsun La Liqa bu oyunu elə bir zamana saldı ki, elə bir vaxta saldı ki, maksimum dərəcədə, yəni sözlə də olmasa hərəkətlə bizə bildirdilər ki, yəni biz sizə meydanda qalib gələ bilmirik. Gəlin biz sizi belə mənəvi olaraq sındıraq, belə pis vəziyyətlərə salaq. Gəlin elədilər və cavabını aldılar. Daha sonra biz bu sınaqdan uzaq çıxdıq. Daha sonra Girona ilə oyunumuz oldu. Mən bu oyunlar haqqında da düzün desəm daha çox danışmaq istəmirəm. Çünki bu oyunlar özlüyünə Barsanın dominantlığı ilə keçdi və Barsa öz sözünü dedi bu oyunlarda. Və möhtəşəm oyunlar oldu. Bəli, komanda rotasiya ilə oynadı. Komanda ehtiyatla oynadı. Flick doğrudan möhtəşəm rotasiyalar eləyir, möhtəşəm əvəz etmələr eləyir və Flick'in demək olar ki, hal-hazırda digər top səviyyəli baş məşqçilərdən fərqi onun əvəz etmələridir. Demək olar, Flick'in hər bir əvəz etməsi hər bir oyunda öz sözünü deyir və öz effektini verir. Flick sadəcə olaraq bu il möhtəşəmdir. Necə ki, digər illərdə olduğu kimi. Flick'i mən belə təsəvvür eləmirdim. Sadəcə olaraq super, möhtəşəm. Belə dostlar, biz Girona ilə oyunda Flick'dən maraqlı bir heyət gördük. Frenkie de Jong'a istirahət verildi. Sonra digər oyunculara istirahət verildi. Pablo Torre oyuna daxil oldu. Çoxdan da oynamırdı və düzün desəm bir o qədər də pis oynamadı. Və burada bizim qanımızı qaraldan bir nüans oldu. Dani Olmo'nun zədəsi oldu. Düzün desəm çox incidir bizi bu zədələr. Əslində Dani Olmo'da. Dani Olmo artıq çox tez-tez zədələnir. Və biz bunu bilirdik əslində. Çünki Leipzigdə olanda belə Dani Olmo çox tez-tez zədə alırdı. Və Dani Olmo'nun bir xüsusiyyəti var ki, o heç bir zaman belə ağır zədələr almır. Yoxdur, mən onun belə ağır zədəsini görməmişəm. Amma belə xırda zədələr olur. Qısa müddətli zədələri çox olur. Bir mövsüm ərzində ən azı bir 5-6 dəfə belə xırda zədələr alır. 2 həftə, 3 həftə maksimum komandaya kömək eləyə bilmirdi Leipzigdə və hal-hazırda Barcelonada bu tendensiya davam edir. Çox təəssüflər olsun ki, ümidvarıq ki, Olmo ən azı Dortmund ilə səfər oyununa sağalar və komandaya kömək eləyə bilər. Olmo haqqında digər bir məlumatım da var. Hər halda özünüz bildiniz nə haqqında demək istəyirəm, nə haqqında danışacağam, amma onu bir qədər sonra. Belə dostlar, indi keçək necə deyim, məclisin aşına, aşqarasına da belə deyim, əsas mövzuya. Barcelona Atletico Madrid dueli. Növbəti duel artıq bu 4-cü oyun idi bizim aramızda. Və hər bir oyun öz-özlüyündə çox maraqlı keçdi. Həm Atletico Madrid tərəfindən, həm Barcelona tərəfindən. Bu duelə biz məğlubiyyət ilə başladıq və qalibiyyət ilə bitirdik. Şükürlər olsun ki, Atletico Madrid əzabından qurtardıq bu mövsüm. Artıq bu mövsüm bizim Atletico Madrid ilə oyunumuz olmayacaq. Şükürlər olsun. Bu əzabdan canımız qurtardı. Və bildiyiniz kimi İspaniya Kubokunun yarımfinal oyununun ilk qarşılaşmasında Barcelona öz meydanında 4-4lük bərabərliyə qalmışdı Atletico Madriddən. Çox maraqlı bir oyun olmuşdu. Barça ilk 10 dəqiqədə 2-0 hesabı ilə geriyə düşdü. Sonra birinci hissənin sonuna comeback eləyərək 3-2 hesablı qalib gəlirdi və ikinci hissənin sonlarında yenə arxayınçılığına görə hesabı itirdi və 4-4lük bərabərə qaldıq. Düzün desək öz-özümüzün ayağını qazdıq həmin oyunda və əslində 4-2 hesablı qalib bitirəcəyimiz oyunu sadəcə olaraq bərabərliklə bitirdik. Bu komanda üçün bir o qədər də yaxşı bir nəticə deyildi və mən özüm də çox əsəbləşmişdim. Bunu canlı yayımda da demişdim, başqa çıxışlarda da demişdim.
həmin o bərabərlik mənim üçün məğlubiyyətə bərabər idi. Yəni məğlub olsaydı ondan daha yaxşı idi mənim üçün. Çünki komanda belə üstünlüyü əldən verməməlidir. Barsa kimi komanda belə üstünlüyü əldən verməməlidir, amma nəysə bunlar hamısı keçmişdə qaldı. Belə oyunlar olmalıdır ki, komanda özünə gəlsin, ayılsın. Belə soyuq duş kimidir bu oyunlar. Cavab qarşılaşmasına isə gələndə biz bilirdik ki, bu oyun çox çətin olacaq. Çünki Barcelona 13 gün ərzində 5 oyun keçirtməli idi və bu 5 oyunun ikisini keçirtmişdi. Bu Osasuna və Girona oyunları idi. Maksimum rotasiyalar oldu. Bəli, maksimum oyunçu əvəz etmələri oldu. Flick bacardığı qədər rotasiyalara əl atdı. Bundan artığını bacarmadı, çünki zədəlilər də var idi. Amma bilirdik ki, yenə də çətin olacaq. Çünki komanda yorulur. Millilərdən gəliblər, 2 oyun dalbadal keçirtdilər. İndi də Atletico Madridlə səfərdə oynayırlar. Mən belə bir nüans əlavə edeyim. Flick Atletico Madridə qarşı Girona və Osasuna oyunlarda Atletico Madridə qarşı oyunu düşünmürdü. Atletico Madridə qarşı ikinci hissəni düşünürdü. Bu çox maraqlı nüansdır. Biz bilirdik ki, bəli, Barcelona birinci hissədə gücü çatacaq və gücü olacaq Atletico Madridə qarşı oynamağa. Amma ikinci hissəni belə biz aktiv olaraq komandadan oyun gözləmirdik və bu normal bir hal idi. Çünki komanda çox yorğun idi. Əgər dünənki oyuna özünüz də fikir verdinizsə, görəcəksiniz ki, komanda 60-cı dəqiqədən sonra demək olar çökdü və komanda açıq-aşkar əks hücumları oynayırdı və bu normal bir hal idi. Komandanı buna görə qınaya bilmərik. Komanda doğrudan da çox çətin sınaqlardan keçir hal-hazırda. Bilmirəm, La Liga bunu niyə belə eləyir bizə qarşı? Osasuna ilə oyun nəyə görə ayın 27-sinə salınıb, hələ də mən bilmirəm. Aprel ayı var, may ayı var. Yəni bu dəqiqə qaça-qaç deyil, ölüm yoxdur. Yəni o oyunu oynamasaq da olardı. Amma yox, La Liga dedi, bu oyun mütləq oynanılmalıdır. Təşəkkür edirik bir daha. Və Atletico Madridlə oyun çox gözəl də başladı bizim üçün. Komanda yenə də öz adət ənənəsinə sadiq qalaraq dominant futbol, topa sahib olma, qapılara zərbələr, Lamine Yamal'la driblinglər. Lamine Yamal, mən bilmirəm artıq bu adam haqqında nə danışım, bilmirəm, bu bir möcüzədir, bu bir Allah vergisidir. Nə deyim bu adama, mən söz tapa bilmirəm. 17 yaşlı uşaq elə səviyyədə futbol oynayır ki, adam bilmir nə reaksiya versin. Təəccüblənə də bilmir artıq. Yəni o qədər artıq stabil belə futbol nümayiş etdirir ki, mən təəccüblənə bilmirəm. Mənim üçün artıq bu normal gəlir. Yəni Yamal pis oynayanda mənə qəribə gəlir ki, deyirəm ayda Yamal niyə belə oynayır bu oyunu? Yaxşı oynadı Yamal. Amma sonra ağlıma gəlir ki, belə fikirləşirəm ki, bu adamın cəmi 17 yaşı var. Mən bundan çox şey tələb eləyə bilmərəm. Yəni biz Barsa azarkeşlərə çox şey tələb eləyə bilmərik. Adamın 17 yaşı var. Amma elə bil ki 27 yaşlı professional bir futbolçudur. Və özü çox sadə futbol oynayır, çox ağıllı qərarlar verir. Yəni o dünən Ferran Torresə verdiyi ötürmə, elədiyi asist bir anlıq bizə Messi dövrünə apardı. Yəni mən Messidən elə asistlər görmüşəm. 3-4 nəfərin arasından incə toxunuşlu ötürmə və hücumçu artıq qapısı ilə təkbətək çıxır. Bunu sadəcə olaraq Messi bacarırdı belə ötürmələri Barcelonada. Və problem odur ki, problem deməyim, maraqlısı budur ki, Messi 17 yaşında bu səviyyədə oynaya bilmirdi dostlar. İndi elə biləcəksiniz ki, mən burada Yamalı Messidən üstün tuturam və yaxud onlara müqayisə edirəm. Xeyr, mən onlara müqayisə etmək istəmirəm. Bəli, komandaya verdiyi nəticələrə görə, komandaya verdiyi müsbət enerjiyə görə, liderlik xüsusiyyətlərinə görə bəli, demək olar onlara müqayisə eləmək olar. Çünki Messi Barcelonadan gedəndən sonra ikinci belə bir oyunçu yox idi ki, komandanı tək başına irəli daşısın, özü daşısın. Belə bir oyunçu yox idi. Yamal sırf belə tipli bir oyunçudur ki, top Yamala gələndə artıq rəqib həyəcanlanır. Rəqib qorxur. Bu nəsə qeyri-adi bir şey eləyə bilər. Kreativ bir ötürmə fikirləşə bilər və yaxud qeyri-adi bir dribling eləyəcək ya da zərbə endirəcək. Bunu ancaq Messidə top olanda belə fikirləşirdi rəqiblər. Messidən sonra bizim belə oyunçumuz olmamışdı. Lamine Yamal buna bariz nümunədir. Və bu bir brilyantdır ki, biz bunun qədrini bilməliyik və qorumalıyıq komandada. Amma belə ümumi götürsə, Yamal'la Messi'ni mən müqayisə eləmək istəmirəm. Messi başqa səviyyədir. Ümumi komanda haqqında danışmaq istəyirəm. Hamı əla oynadı. Oyunun məncə ən zəifi Wojciech Szczesny idi. Deyəcəksiniz ki, nəyə görə? Yəni Wojciech Szczesny bir o qədər də pis dayanmadı. Ona görə ən zəifi idi ki, çünki demək olar onun işi yox idi.
Demək olar işi yox idi Wojciech Szczesninin. Bəli, Atletico Madrid ikinci hissədə biraz öz dişini göstərdi. O da Barcelona'nın yorulmasına görə idi. Barça çox yorulmuşdu. Və mən sizə əminliklə deyə bilərəm ki, əgər Barcelona Osasuna ilə oyunu oynamasaydı, təxirə salınan oyun olmasaydı, Barça Atletico Madridlə çox rahat futbol oynayardı. Çox rahat futbol oynayardı dostlar. Sadəcə olaraq yorğunluq öz sözündedir. Komanda doğrudan da çox yorğundur. Zədəlilər var. Casado zədəlidir. Bernal zədəlidir. Olmo zədəlidir və bu zədəlilər komandanın tam olaraq potensialını açmağa imkan vermir hal-hazırda. Amma buna baxmayaraq yenə də Flick möhtəşəmdir. Flick komandaya elə bir özgüvən verib ki, bu özgüvən illər idi ki, Barçada yox idi. İllər idi ki, Barçada yox idi. Dostlar, komanda artıq 21 oyundur ki, məğlub olmur. Top 5 liqalarda məğlub olmayan, naməğlub yeganə komanda Barcelonadır. 21 oyun, 18 qələbə, 3 heç-heçə. Möhtəşəm nəticədir, möhtəşəm nəticə. Və qeyd etmək istəyirəm ki, Barcelonanın ən böyük məğlubiyyətsizlik seriyası 2017-2018-ci ildə Ernesto Valverde'yə məxsusdur. 48 oyun. 48 oyun komanda məğlub olmayıb. Və bu rekordu bilmirəm Flick qıra biləcək yoxsa yox. Öz adını tarixə yaza biləcək yoxsa yox. Amma yenə də nəzərə alsaq ki, bu komanda Ernesto Valverde'nin komandasından daha status cəhətdən aşağı səviyyədə idi. Oradakı atlara baxsaq, buradakı atlara baxsaq, yerlə göy arasında fərq var. Ona görə Flick artıq mənə görə rekordu qırıb. Yəni mənə görə artıq Flick başqa yerdədir. Bir daha təşəkkür edirəm Flickə. Belə dostlar, Atletico Madrid haqqında danışılası çox şeylər var. Bu komanda haqqında. Mən əslində təhqir etmək istəmirəm kimisə və yaxud komandaları və yaxud çünki Azərbaycanda da Atletico Madridin yetərincə azarkeşləri var və bunu biz görürük. Məsələn, canlı efirlərdə və yaxud digər paylaşılan videolarda məsələn Atletico Madrid azarkeşləri də öz fikirlərini bildirir və onlara mən hörmətlə yanaşıram. Hər bir klubun azarkeşinə hörmətlə yanaşıram. Amma mən Atletico Madridin belə mındar futbol oynamasından artıq yoruldum. Doğrudan da belə komanda futbol oynamaz. İndi hamı deyəcək avtobus taktikası, hamı deyəcək nə bilim müdafiə taktikası, müdafiə oynayırlar, nə bilim 30 nəfərlə qapıya girirlər. Simeone özü də gedib qapıda duracaq Oblakın yanında, nə bilim ya da o biri qapıçının adı yadımdan çıxdı. Fərq eləmir, öz stilləri də okey. Onsuz da bizə bu iyrənc bir taktikadır. Böyük klublar bu komandalara qarşı belə oynaya bilmirlər. Amma söhbət indi başqa şeydən gedir. Dünənki oyuna baxanlar yaxşı bilir. Həm Barça azarkeşləri, həm Atletico azarkeşləri çox gözəl gördü nələr baş verirdi. İndi hakimin səhvlərindən də danışacağam mən. O başqa məsələ. Yəni bu artıq hakim səhvi deyil dostlar. Yəni indi hakimdən yadıma düşdü, bu söhbətini də eləyəcəm. Bu hakim səhvi deyil. Bu artıq hakimin şəxsi qərəzliyidir. Bu artıq hakimin şəxsi qərəzliyidir. Belə şeylər olmaz. Amma Atletico Madrid oyunçuları oyuna elə girib oynayırlar ki, yəni futbol oynamaq istəmir bu adamlar. Bu adamlar davaya çıxıblar elə bil. Və oyunçunu vurub ayağını sındırır. Hələ utanmır məşqçisi belə görsədir. Belə görsədir. İndi üzr istəyirəm indi əl işarəmə görə. Bu biraz başqa mənada çıxır bizlərdə, amma onlarda başqa mənada çıxır. Tordan da yəni kamran, mən belə pis çıxmasın. Yəni biabırçı, yəni baxanlar bilir. Utanmır elə belə görsədir ki, topu oynamışıq biz. Sən harada topu oynadın? Adamın ayağını qırmısan, sən qardaşım. Adam ayağa dura bilmir. Kameralar hər şeyi görsədir. Açıq ayaqla. Erik Garcia'nın epizodunu deyirəm mən dostlar. Baxanlar bilir oyuna. Elə utanmaya əlin belə görsədir. Da olmaz da belə. Bu gülməlidir. Yəni Diego Simeone'nin elə reaksiyalarını görürəm. Yəni bəzən mənə elə gəlir ki, Ronaldo'nun Juventus karyerasında Simeone susturduğu hər halda anı yadınızdadır da. O oyun yadınızdadır ki, nə eləmişdi Ronaldo Simeone'yə o hat-trickdən sonra. Yəni Real Madrid azarkeşləri və yaxud Ronaldo'nun sırf fanatları bildilər mən nə demək istəyirəm. Hər halda Juventus azarkeşləri özləri də bildilər. Ən əsası Atletico Madrid azarkeşləri bildi. Mənim problemim Atletico Madrid azarkeşləri ilə deyil. Yəni ümumiyyətlə inciməyim məndən, amma yəni Barça'nın Atletico Madrid'i bir səviyyəyə qoymaq o deyil. Yəni mən qoymaram. Yəni Barça'nın hal-hazırda La Ligada bir rəqibi olub və rəqibi də olacaq, o da Real Madriddir, bu qədər sadə. Yəni Real Madridi Real Madrid eləyən biz olmuşuq, Barcelona'nı Barcelona eləyən Real Madrid olub, bu qədər sadə. Yəni bu xarabanın kiyəsi var da, belə pis çıxmasın, onu demək istəyirəm. Yəni üçüncülər paz olmasın. Tretye lişni də. Rus dilli bilənlər bildiyi nə demək istəyirəm. Okey.
Hakim haqqında biraz fikirlər bildirmək istəyirəm. Bu hakim bilinmir, nə Real fanatıdır, nə Barcelona fanatıdır. Bu adam hansı mənsəbə qulluq eləyir? Bunun düşüncə tərzi nədir? Bu nə etmək istəyir? Kimdir bu adam? Mineiro Montero. Ola bilər adın səhv dedim. Məncə səhv demədim, düz dedim. Montero da, yəni Mineiro Montero. Okay, Montero. Belə. Bu adam o adamdır ki, Bellingham'a qırmızı vərəqə verib. Bu oyun haqqında da mən danışmışdım, o qırmızı vərəqə söyüşə görə. Okay, o söyüş epizodunu qoyuram bir qırağa. Orada düzgün qərar idi. Bununla mən razıyam. Amma yəni ümumiyyətlə bu Real Madridə qarşı və yaxud Barcelonaya qarşı çox şəxsi qərəzliyi var bu adamın. Bilmirəm, ya bu gizlin Atletico Madriddə azar keçdi, ya bunun başqa bir çempionatdan göndəriblər ki, gəlsin burada aləmi qatsın bir-birinə. Çünki bu hər iki cəbhəyə çox şəxsi qərəzli qərarlar verir. Özdə məndə TikTokda bir izləyicimiz var. Qardaşın adı Akşindir. Daimi izləyicilərimizdəndir. Mən onunla daim olaraq söhbət edirəm TikTokda. Yazışırıq, futboldan danışırıq. Özü Liverpool azar keçdi. Hər halda bu videoya baxacaq. Hə, o çox gözəl futbol fikirləri var. Yəni düşüncə tərzi mənim çox xoşuma gəlir. O bir fikir bildirdi mənə. Dedi ki, La Ligada hakimlərin yarı hissəsi sırf Barsa və Realın lehinə, yarı hissəsi isə əleyhinə qərarlar verir. Çox düzgün bir fikir idi. Mən oturdum fikirləşdim, gördüm düz deyir bu adam. Yarı hissə əleyhinə, yarı hissə əleyhinə. Bu qədər sadə. Bilinmir, yəni tutmaq olmur bu. Stabil deyillər. Yəni bu tərəziyə qoysaq qalxır belə, oynayır. Bilmirəm bu nə məntiqdir. Bunlara da özü irad bildirirlər. Bütün məsələn İspaniya mediası, Real Madrid özü, Barcelona özü iradını bildirir, amma bunların tükləri də tərpənmir. Yəni veclərə də deyil, yəni budur. Okay. Dostlar, indi Barsa azarkeşləri diqqətlə qulaq asın. Dünən biz oyuna fan klubla bir yerdə baxırdıq. Hamı əsəbi idi oyuna, yəni hakimin idarəçiliyinə, ümumiyyətlə oyunun gedişatına hamı əsəbi idi ki, yəni düzgün idarə olunmurdu oyun. 5-ci dəqiqədə Azpilicueta Rafinha'nın üzərində foul eləyir, açıq ayaqla Rafinha'nın ayağına oynayır. Bunu hamımız gördük məncə. Hamı qırmızı dedi. Bəli, mən də deyirəm o epizod qırmızı vərəqədir. Amma bir nüans var. Bəli, hakim orada qırmızı verməməyinə haqq qazandırıram. Nəyə görə? Çünki oyunun 5-ci dəqiqəsi idi. Və əgər hakim o epizodda Azpilicueta qırmızı vərəqə versəydi, demək olar oyunun taleyini həll eləyəcəkdi. Oyunun sınma nöqtəsi idi ora. Və nəzərə alsaq ki, baş hakimlər çox vaxt belə epizodlarda, belə zamanda qırmızı vərəqə vermirlər. Bu düzgün qərar idi. Bəli, ola bilər açıq-aşkar son ümid folu olsa, bəli, orada 1-ci dəqiqə olsun, 2-ci dəqiqə olsun, nə bilim 10-cu dəqiqə olsun, onun dəxli yoxdur. Verməlisən bu qırmızı. Amma burada son ümid folu deyildi. Bəli, kobud oynamışdı Azpilicueta. Qırmızı vərəqəli epizodu idi. Amma verməməyə daha düzgün idi. Çünki bu epizodda məsələn oyunun taleyi həll oluna bilər, sına bilər oyun. Və belə tez bir zamanda qırmızı vermirlər. Okay, bu ilə mən razılaşdım. Amma oyun ərzində yersiz fitlər, 2 dəqiqədən bir sadə toxunuşlara cərmələr vermək, həm Barsa tərəfindən, həm Atletico Madrid tərəfindən. Barsa tərəfindən əlbəttə daha çox idi. Və əsas nüans, əsas məqam Lenglet ilə Lamine Yamal'ın epizodu. Qoruş, adamın ayağından qan axır, topuğundan qan axır. Hakim o epizodda heç Lenglet'ə sarı vərəqə belə vermədi. Nəinki qırmızı, amma açıq-aşkar qırmızı vərəqə idi bu epizod. Qırmızı vərəqə idi, açıq ayaqla ayağına oynayır. Yəni mən bunu Barsa fanı olaraq demirəm. Yəni bunu obyektiv bir azarkeş olaraq deyirəm. Yəni bu Real Madridə qarşı olsa bunu mən də deyəcəm ki, bu açıq-aşkar qırmızı vərəqədir. Necə ki vaxtı ikən Mbappe'yə qarşı Espanyola oyunda olmuşdu. Bu həmin epizod idi demək olar. Yəni bu sadəcə olaraq qabaqdan oynamışdı. Və yaxud Erik Garcia'nın epizodu, bayaq dediyim epizod, Simeone belə görsədən epizod. Və yaxud Malina'nın epizodu. Malina açıq-aşkar, açıq ayaqla Erik Garcia müdaxilə edir ayağına. Utanmır Simeone topu oynadığını deyir bu bir. Hələ hakim də tutub sarı vərəqə verir sadə. Bu bax da var, bu var, niyə var orada? O qırmızı epizod deyilsə bu nədir? Ya burada bilmirəm ya qardaşlar, bu neyniyək biz? Dərdimizi kimə deyək, kimə söyləyək? Ya sözüm yoxdur mənim. Ya bu idarəsi ya açıq-aşkar şeylərdir. Bu fanatiklik deyil dostlar. Yəni mən bunu fanatik olaraq demirəm. Ya bu adam Atletico Madrid ən azından 2 qırmızı vərəqə ilə oyundan çıxmalı idi. Cəhənnəm 1 qırmızı vərəqə olsun. Nəysə dostlar, mən bu oyun haqqında yenə də çox danışaram. Sadəcə olaraq yenə də komandanı təbrik edirəm, azarkeşləri təbrik edirəm bu möhtəşəm qələbə münasibəti ilə. Yenə gəldik Madridə, Madridi dağıtdıq.
O Dərviş Parisi partladırdı, biz də gəlib Madridi partladırıq. Artıq bu Madriddə bizim bu mövsüm 3-cü qələbəmizdir. Yəni kiçik Madrid klublarını saymasaq 3-cü qələbəmizdir. Möhtəşəm nəticə, möhtəşəm işlər görür Flick bir daha. Təbriklər dostlar. Və bizi finalda nə gözləyir? El Clasico gözləyir dostlar. El Clasico 26 aprel tarixində Barcelona və Real Madrid İspaniya kubokunun qalibini müəyyənləşdirəcəklər. Yəni çətin oyun olacaq. Bəzi azarkeşlər orada danışır. Reallılar deyir, biz gəlirik revanş almağa. Barsalılar deyir, hazırlaşın 5-2, 4-0. Yəni bu yersizdir dostlar. Bunun yeri yoxdur. Final oyunudur. Bu bilinmir nə olacaq. Bu oyunda həm Barsa qalib gələ bilər, həm Real qalib gələ bilər. Bəli, mən Barsa azarkeşəm, əlbəttə Barsanın qalib gəlməyini istəyirəm. Amma yəni mən əgər qalib gəlməyini istəyirəmsə, bu demək deyir ki, qaza gəlib, biz Realı belə eləyəcəyik, biz Realı elə eləyəcəyik. Uşaq deyilik, dostlar. 5 yaşımız yoxdur ya da 5-ci sinifdə oxumuruq. Yəni bir soyuq başla fikirləşək. Bu futboldur, hər şey ola bilər. Yəni Real Madrid də uşaq komandası deyil. Bəli, Real Madridin Barsadan indiki fərqi bilirsiniz nədir? Real Madrid oyun oynamır. Amma oyun oynamadan nəticə əldə edir. Komandanın aurası var, magiyası var. Yəni bu Real Madrid magiyasıdır. Mən bunu boynuma alıram. Bu düzgün bir şeydir. Yəni buna heç kim heç nə deyə bilməz. Real Madrid yeganə komandadır ki, dünyada oyun oynamadan, top oynamadan gəlib qalib ola bilər. Və bu normal bir haldır. Biz bu oyunu göstərə bilərik. Manchester City ilə keçən mövsümdəki oyun və yaxud Liverpool'la final oyunu il yadımdan çıxıb. Belə son oyunları, Real Sociedad'a qarşı oyunları, kubok oyununda, yarım final oyununda Real Sociedad'la orada qol şousu yaratdı komandalar. Möhtəşəm oyun idi. Mən oyuna canlı baxırdım. Real azarkeşlərini təbrik edirəm bu qələbə münasibətindən. Yəni Alaba orada elə performans göstərdi ki, dırnaq arasında adam özü də belə qəribə gəldi, bilmədi nə deyəsən. Asensio bilmirdi Kubonu qorusun yoxsa Alabanı qorusun. Amma görürsüz Real Madrid gəldi öz magiyası hesabına, öz o aurası hesabına gəldi, qalib oldu. Bu Real Madriddə var. Amma Barsadır bu dəqiqə. Məncə hal-hazırda Avropada ən yaxşı futbol oynayan iki komandadan biridir Barcelona. Bu biri Barcelona, digəri isə Paris Saint-Germain ola bilər. Məncə razılaşarsınız fikrimdən. Bura Liverpool da əlavə eləyə bilərdi, amma Liverpool son oyunlarda göstərdi ki, formada deyil və günü-gündən düşüş yaşayırlar. Beləliklə dostlar, bu mövsüm artıq bu 3-cü El Clasico olacaq və 4-cüsü də olmalıdır. Bu La Liga çərçivəsində olan El Clasico və 5-cisi də ola bilər. Çempionlar Liqasında da El Clasico görə bilərik. Yəni mənim ürəyim dayanacaq belə getsə. Yəni bu 5 El Clasico olsa, ikisi oynanılıb, artıq indi qalıb ikisi də oynanılmalıdır mütləq. Bir dənə də şansımız var Çempionlar Liqasında. Yəni bu gündən sonra biz 3 El Clasico oynayacağıq. Mənim ürəyim dayanmasa yaxşıdır. Orada yəni çox çətin olacaq. Adam bəzən özünə ağlına gətirir ki, biz bu 3 El Clasico'nun hamısına qalib gəlmək qeyri-mümkündür də. Amma istəyirsən ki, hamısında qalib gələsən. Bunu Real azarkeşlər də belə fikirləşir ki, necə olacaq görəsən, vəziyyət necə ola bilər. Tək ki, güclü olan qalib gəlsin. Hər iki komandaya hörmətim böyükdür. Amma sevgim bir komandaya da, onu hamı bilir. Amma Real Madrid yoldan keçən komanda deyil dostlar. Yəni ehtiyatlı olmaq lazımdır, bilmək lazımdır ki, kimdir bizim rəqibimiz. Və burada mən bəzi nüanslar əlavə eləmək istəyirəm. Mən bir məsələ haqqında düzün desəm bir məlumat vermək istəyirəm. Mən belə bir çıxış görmüşdüm Instagramda bir futbol səhifəsində, adını çəkməyəcəm. Mənə prosto belə yox, prosto nə idi əlaməcəsə, rusca deməyəcəm. Böyük mənəsi olub, o deyiləm. Belə dostlar, biraz yorğunam, biraz bizonçə enerjimizi bərpa eləyək. Belə bir nüans əlavə eləmək istəyirəm. Instagramda bir video qarşıma çıxdı. Digər hansısa bir futbol səhifəsi bir məlumat paylaşırdı. Adını çəkməyəcəm, özünüz hər halda görmüsünüz. Rafinha haqqında danışırdılar. Rafinha'nın bu mövsüm inkişafından, Flick'in onu necə möhtəşəm bir futbolçu eləməsindən danışırdılar. Tam razıyam. Flick Rafinha'nı bir canavara döndərdi. Hal-hazırda da ondan da Flick Rafinha üzərində möhtəşəm işlər gördü və görməyə də davam edir. Sağ olaq, super, okey. Və orada söhbət olunur ki, yəni Barsa Rafinha'yı yayda satmaq istəyirdi, nə bilim ona komanda yer yox idi, Nico Williams'ı gətirmək istəyirdilər. Okey, mən buna razıyam, tam doğrudur. Buna mən söz demirəm. Bunu azarkeşlər özləri də bunu istəyirdilər. Hətta dedilər United-ə belə getmək istəyirdi, razıyam belə. United özü almaq istəyirdi, Anthony ala bilmədilər, sata bilmədilər deyənə Rafinha qaldı.
Və orada belə bir necə deyim, üzləşmə oldu. Rafinha ilə Antony'nin üzləşməsi ki, yəni Rafinha elə Barsada Antony kimi bir şey idi ki, nəinki elə bir United'dəki Antony kimi bir şey idi. Mən belə baxdım. Yəni bəli, Rafinha Barsaya gəldiyi ildən, yəni bu 3-cü mövsümüdür Rafinha'nın. Birinci, ikinci mövsüm bəli, indiki kimi oynamayıb. Amma Rafinha yəni o qədər də pis oynamayıb Barsada. Bəli, lider olmayıb, yəni belə necə topçu bir futbolçu olmayıb, qalyador olmayıb, assist kralı olmayıb, amma onun Barsada gördüyü işləri United'da Antony'nin gördüyü işlərlə müqayisə etmək sadəcə olaraq gülüncdür. Mən burada statistikaya baxmışam, yəni sübutla danışmaq istəyirəm ki, yəni Antony ilə Rafinha'nı müqayisə eləmək düzgün deyil. Ən azından statistika məsələn öz sözünü deyir. 2023-2024 mövsümündə Antony 37 oyuna 3 qol vurub və 1 assist eləyib United'in heyətində. Millidən danışmağa dəymir, çünki milliyə çağırılmayıb. Diqqət. 2023-2024 mövsümündə Rafinha Barcelona'nın heyətində isə 37 oyunların sayı eynidir. 10 qol vurub 13 assist eləyib. 23 qol plus assist. Yəni demək olar 6 dəfə Antony'dən daha çox məhsullar olub. Biz Antony ilə indi Rafinha necə bir müqayisə edə bilərik? Yəni ola bilər indi daha maraqlı söhbət alınması üçün, amma gəlin obyektiv danışaq da dostlar. Yəni bəzən kimisə haqqına girmək lazım deyil. Yəni Rafinha'nın haqqına girilməməlidir. Yəni Rafinha sən tutub ən pis mövsümü belə Antony'dən daha yaxşı olub. Mən belə düşünürəm. İndi siz öz fikirlərinizi şərhlərdə bildirə bilərsiniz. Və dostlar, belə yekunlaşdırmaq istəyirəm artıq. Son sözlərimi demək istəyirəm. Barsanın bildiyiniz kimi bu 13 gün ərzində 5 oyunu vardı və 3 oyundan uzaq çıxdıq. Qaldı 2 oyunumuz. Betis'ə qarşı La Liga oyunumuz və Borussia Dortmund'a qarşı Çempionlar Liqası oyunumuz. Çox çətin oyunlar olacaq. Çünki komanda Atletico Madridə qarşı çox can qoydu, çox güc qoydu və inanıram ki, Flick rotasiyaları yenə də əl atacaq Betis'dən oyunda. Çünki bu mütləq lazımdır. Çünki Dortmunddan oyuna komanda gümrah olmalıdır və daha güclü olmalıdır. Çünki bu oyun daha önəmlidir. İndi bəziləri El Clasico fikirləşir. El Clasico'yu neyniyək? Hal-hazırda bizə El Clasico'dan vacib daha 2 oyunumuz var. Betis və Borussia Dortmund. El Clasico'ya elə vaxt var. O vaxtda kim sağ qalar, kim sağ qalmaz, onu hələ bilmirik. Hal-hazırda bizim üçün prioritet oyun Betis və Borussia Dortmund oyunudur. Bu qədər sadə. Yəni bu haqqda düşünmək lazımdır. Və ümid edirik ki, komanda bu sınaqdan uzaq çıxacaq və üzümüzü yenidən güldürəcək. Və La Liga haqqında bir məlumat vermək istəyirəm. La Liga bildiyiniz kimi Dani Olmo və Pau Victor'un qeydiyyatı məsələsində Barsaya bəyanat vermişdi ki, yəni biz onu təsdiqləmirik. Yəni uzun-uzadı danışmaq istəmirəm. Burada nə məsələ var, nə var. Yəni onlar onu elə bir anda elədilər ki, Atletico Madriddən oyundan əvvəl, yəni komandanı psixoloji olaraq çökdürmək istəyirdilər. Prezident öz cavabını verdi və bu gün qərar tam olaraq çıxdı ki, rəsmi olaraq La Liga bu söhbətdə səhvdir və İspaniya İdman Şurası Barcelona'nın bu qeydiyyat məsələsində arxasında durdu və qeydiyyatın tam qanunlar çərçivəsində olduğunu sübut elədi və bu deməkdir ki, Pau Victor və Dani Olmo mövsümün sonuna qədər qeydiyyatdan keçirildi və komanda bir üstəgəl bir sisteminə yenidən qayıtdı. Və La Liga buradan bir daha sübut elədi ki, İspaniya futbolunda Barcelona və Real Madridə qarşı, tək Barsaya yox, həm Real Madridə qarşı belə, düşman elə birinci özüdür. Bilirsiniz nəyə görə? Çünki Real Madrid və Barcelona İspaniyanı Avropa futbolunda təmsil edir, dünya arenasında təmsil edir çempionatında. Sən bu komandalara dəstək olmaq əvəzinə, sən bu komandalara üçün uyğun qrafik tərtib eləmək əvəzinə, sən bunları əksinə vurursan, ayağının altın qazırsan. Bunlar sənin ölkəvi təmsil edir İspaniyanı Avropa futbolunda. Bunlar Çempionlar Liqasının potensial qalibi olaraq göstərilirlər hal-hazırda, favoriti olaraq göstərilirlər. Sən sıx qrafiklə əksinə Barsa ilə Real elə bir vurmaq istəyirlər ki, bunlar Avropada heç nə eləməsinlər. Budur sizin dəstəyiniz böyük klublara. Budur sizin dəstəyiniz 2 dənə böyük kluba. Digər çempionat komandaları öz klublarına maksimum olaraq dəstəyi göstərirlər ki, Avropa arenasında daha uğurlu olsunlar. Bunlarda isə tam əksidir. Maksimum dərəcədə yüklüyürlər ki, Avropa arenasında elə bir oyun göstərməsinlər. Yəni tərsinə işləyir bunlarda. Bilmirəm nə deyim, amma yenə də biz sona qədər mübarizə aparmalıyıq. Çünki başqa variantımız yoxdur. Dostlar, məndən bu qədər.
Ümidvaram ki, çıxışım xoşunuza gəldi. Ola bilər bəzən bəzi yerlərdə nəsə səhvlər buraxmışam. Yəni nəzərə alın. Dünən çox yorğun idik. Oyundan sonra doğrudan da demək olar yatmamışam mən bu 24 saat ərzində. Çox yorğunam. Bəlkə də hiss olunur. Bacardığım qədər məlumat vermək istədim. Bacardığım qədər ürək sözlərimi dedim. Sizdən isə xahişim odur ki, kanala abunə olun. Videonu bəyənməyi unutmayın və ən əsası dostlar, bizim Telegram və digər sosial şəbəkələrdə də izləməyi unutmayın. Telegram kanalımıza qoşula bilərsiniz. Orada biz dostlarla, istənilən futbol azarkeşləri ilə Barcelona, United, Real Madrid, nə bilim Bavariya fərqi yoxdur. Chatda bir-birimizlə söhbət edirik, maraqlı fikirlərimizi bölüşürük. Hamısının linkin videonun açıqlama bölməsinə qoyacağam. Keçid eləyib kanallara abunə ola bilərsiniz. Hamınıza təşəkkür edirəm. Növbəti görüşlərədək Visca Barsa.